Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Bugün sizlere hem şad haberlerim var, hem biraz üzücü haberlerim var. Bu videoda hamısını qeyd edəcəm sizlərə. Dedim belə heyvanlar burada otlayırdılar. Dedim onları hem göstereyim hem de size yeni bir video çekim danışacaqlarım var tabii ki. Demək dostlar, ilk öncə başlayayım ki, bu pul qazanma məsələsini demişdim sizlərə ki, fevral ayının əvvəli bəlli olacaq, açılacaq, açılmayacaq. O çox şükür ki, açıldı. Artıq sizlərə yenidən videolar çəkməyə davam edəcəyəm. İnşallah fürsət olduqca canlı yayımlar da açacağam, amma canlı yayını bir o qədər də söz vermirəm. Yəni açacağam da, yəni tez-tez söz vermirəm. Daha sonra size vereceğim haberlerden biri, hündüşkalarımızı soruşanlar var idi sonuncu videoda. Özüme yazanlar vardı, qardaş hündüşkalar yumurtadı, yumurtamadı. Dostlar, hündüşkalarımız hələ yumurtamayıb, nə cütləşməyib də. Çünki mən özüm onların maksimum bunların cütləşməsinin yumurtasını gecikdirmək istəyirəm. Hal-hazırda tezdir. Yəni mən hal-hazırda istəyirəm ki, aprelin axırı zadı mənim hündüşka balalarım çıxsın da ən tezi, mayın əvvəli, aprelin axırı. Bax bu aylarda çıxsınlar. Çünki dəfələrlə də izah etmişəm, yenə izah edirəm ki sizlərə. Mən onsuz bu hündüşkaları bayramdan tez sata bilmirəm. Yəni satıram da 1-2 dənə satıram. Yəni keçən ildə gördüyünüz kimi ondan əvvəl də mən 3 il kanalım olub, köhnə izləyicilərim bilir ki, mən daim hündüşkalarımı bayrama məndən istəyirlər. Yəni alanlar olsa belə hamısı bayrama saxlatdırır da, yəni behin verib saxlatdırır və yaxud da ki, çox yaxınlar heç beh də vermir. Sadəcə deyir ki, mən götürəcəm, onlara zaten inanıram, güvənirəm deyə beh almağa da ehtiyac yoxdur. Hamısı bayrama saxlatdırır. Yəni mənim də indidən hündüşka balası çıxıb bayrama qədər saxlamaq daha çox xərc tələb etdiyi üçün ehtiyac yoxdur. Yəni hündüşka 6 ay, 7 ay, maksimum 8 ayında artıq yəni yetəri qədər böyrəyə gəlib çatır. Yəni maksimum böyrüyünə gəlib çatır. Mənə onu əlavə saxlamaq artıq xərc tələb etdiyi üçün mən elə aprel ayının axırı, may ayının yəni 5-nə, 10-na qədər belə hündüşkalarımın çıxmağını istəyirəm. Ona görə bacardığım qədər gecikdirirəm. Yəni bu gecikdirmə də nədir? Mən əvvəllər sizə deyirdim də, yəni bir dənə səhərlər yedizdirirəm, axşamlar yedizdirmirəm ki, hündüşkalar tam olaraq yağlanıb, tam olaraq qızışmasın, yumurtamasın. Amma indi artıq axşamlarda az da olsa, yəni səhərki qədər olmasa da yem verirəm bunlara. Çünki ot-mot yoxdur, hava soyuqdur artıq. Ona görə istəmirəm çox da hündüşkalar zəif olsunlar. Yəni bacardığım qədər artıq axşamlarda biraz verirəm. Yəni səhərki qədər olmasa da biraz yemləyirəm ki, ac qalmasın heyvanlar. Amma yaxın günlərdə bunlar da artıq cütləşəcəklər. Çünki o necə deyim, saxlayan insanlar bilir də. Məsəl üçün cütləşməyə yaxın artıq hündüşkalar həm qaqqıldayır, o tərəfə gedir, quqqıldayır, bu tərəfə gedir. Yəni hündüşkanın halından, vəziyyətindən hiss edirsən ki, artıq bunlar cütləşməyə hazırlaşır və yaxud da ki, cütləşəndən sonra da yumurta veriminə hazırlaşanda, yəni 1-2 gün içində yumurtayanda artıq o hərəkətləri edirlər. Yəni əminəm ki, bir həftə içində, 10 gün içərisində bunlardan da cütləşən olacaq, amma kaş ki biraz da geciksə daha yaxşı olar. Hardasa mən bir 20 gün sonra, 15 gün sonra, 20 gün sonra falan cütləşməsini istəyirəm. Belə dostlar, yəni hündüşkaların yumurtaması ilə bağlı olan vəziyyət budur. 5 dənə ana quş saxladıq. O ana quşumuz yaxşı deyil. Bilirsiniz, onun 6 yaşı var. Sadəcə bu ildə saxlamağa qərar verdim. Niyə desə, çünki dostlar çox sakit qırt yatır, çox yaxşı bala saxlayır. O hündüşkamız da çox sakit qırt yatır. O fərədir, onun hələ xasiyyətini bilmirəm. Digər 2 quşumuz biraz narahat quşlardır uşaq. Ən çox da o quşumuz, o qara quşumuz ümumiyyətlə belə necə deyim, hansı damda məsələn qırt yatıbsa keçən illərdə birinci fərəliyi idi, amma bu il bəlkə sakitləşər, amma inanmıram. Halından bilinir ki, o da dəli quşdur biraz. Yəni təsəvvür edin, yatdığı dama girəndə belə hündüşka durub qaçırdı. O qədər hürkəkdir. Ona görə istədim ki, qoy sakit yatan hündüşkalarım olsun ki, birdən bu da, bu il saxladığım bu il saxladığım da biraz hürkək çıxsa, maksimum çalışım ki, balaları o 2 dənə bu sakit quşla o sakit quşa verim. Həm onda balalarda insandan hürkək olmurlar, həm də daha yaxşı saxlayırlar. Məsələn, hürkək quşa bala verdikdə, məsələn, qutusunun yanına gedirsə yem qoymağa, su qoymağa, dəli kimi qaçıb o tərəf bu tərəfə nəmlamıçıqanı qırır, balasını əzir. Ona görə maksimum dərəcədə həm sakit quşu qırt yatırmağı sevirəm, həm də sakit quşa, toyuğa, hər nədirsə bala verməyi xoşlayıram ki, daha məqsədə uyğundur. Yəni balanı əzmir, rahat saxlayır. Daha sonra bugün o xoruzları uzaqdan göstərəcəkdim. Bu balaca vaxt uşaqlar biraz Avstraloba oxşayırdı. Yəni təmiz qan Avstralop demirəm, amma bunun yumurtasını başqa yerdən almışıq. Ola bilir ki, içində qarışıq olur da, başa düşdünüz? Yəni
qanında astrolog ola bilərdi də. Onu saxlamaq istəyirdim. Yenə də ola bilər qanında bunun astrolog olsun, amma astroloqla yaxından uzaqdan əlaqəsi yoxdur. Yəni heç görünüşüdür, boyudur, buxunudur, yəni çox da oxşamır. Ona görə bunu tamamilə artıq kəsəcəyəm. Çünki qara xoruzu istəmirəm sürümün içərisində. O xoruzu inşallah ki saxlayacağam. Həm boy buxun olaraq pis deyil, yaxşıdır, həm də yaxşı aktiv xoruzdur. Saxlamağımın da səbəbi odur ki, uşaqlar, məsələn, öz yumurtamdan keçən dəfə toyuğun altına qoydum. Gördüm ki, yumurtanın cır toyuqların yumurtasında toxum olmadı 2 dənəsində. Onun da səbəbi nədir? Bizim toyuq xoruzlarımızın çoxu buraxmadı. Onlar da cır toyuqlarla, yəni kənd toyuğunun da içində biraz cırları olur da. Həmin o toyuqlarla cütləşə bilmirlər. Bizim yerli xoruzumuzda, yəni kənd xoruzumuzda cəmi bir dənədir. Ona görə mütləq onu da saxlamaq lazımdır ki, özümüzdən yumurta qoyanda yumurtalarımıza toxumsuz çıxmasın. Ona görə toxumlu yumurta istəyənlərə zaten satmıram. Uzun müddətli satmıram. Zaten toxumlu yumurta istəyənlərə harca bir aydan çoxdur. O bir xoruzlarım gedəndən satmıram artıq. Yəni bayramda kəsdiyimiz xoruzdan sonra satmıram. Biri öldü, birini kəsdik. Ona görə onu da saxlayacağım sürümüzdə. Ana quşlarımızı yaxından göstərmişəm. Zaten demək olar ki, görmüsünüz. O dediyim kimi o quşumuz biraz 6 yaşındadır uşaqlar. Xəstələndi də, xəstəlikdən ayıltdım, amma görürsən ki, halı biraz o deyil də. Yəni bu il sonuncu ildir. Bir də ki, hündüşkalar o qırt yatan vaxtı bir yemi az yeyir də. Ümid edirəm ki, bu quş bu illər o yumurtanı yumurtlayıb balanı rahat şəkildə çıxarda bilər inşallah. Çünki artıq biraz ümidsizəm. 6 yaşındadır, biraz da keçən ildə ayağına nəsə oldu, ayağı ağsaq qaldı. Onun üçün o vəziyyətdə qalıb bu hələ. Orada da toyuqlarımızdan bəzilərimiz var. Yumurta verimindən bəhs edeyim sizlərə uşaqlar. Yumurta nə qədər götürür, neyinirik? Bu arada toyuğumuzun tam səhiyini deyim sizə uşaqlar. 47 dənə toyuğumuz var. Buraxmalardan xaric. Yəni sırf kənd xoruzları. Zaten buraxmamız da çox deyil. Cəmi fərəli toyuqlu qarışıq 6 dənə buraxmamız var. Hə. Buraxmalardan xaric cəmi 47 dənə toyuğumuz var. Ortalama 24 yumurta götürür uşaqlar. Bir də görsən məsələn 21 olur, 22 olur, 20 olur, amma sabahsı görsən ki 28 olur, 30 olur. Yəni ortalama günə vuranda bu 24 yumurta, 25 yumurta bax belə eləyir də. Tam olaraq sizə deyim. Ortalama bu da 55%, 60% nəticə deməkdir. Pis deyil, yaxşıdır. Hətta pis deyil deməyim, yaxşıdır, amma daha çox ola bilərdimi? Təbii ki, daha çox ola bilərdi. Əlavə olaraq burada sizə ördəklərimizi də göstərəcəm bu arada, oradadılar. Onlarla haqqında danışacağam, çünki onlarla da bağlı bir gəlişmə var. Ördəyimizin biri yumurta yedi, əlavə yumurtaya düşən oldu mu? O yumurtayanın sonu nə oldu? O haqqında məlumat verəcəm. Burada uşaqlar belə ağaclar əkmişəm. Bu çınar ağacıdır. Bu çəkildi, görürsünüz. Bu iyidədir. Bu zaten buradaydı, qaldı. Bu da çınardı. Çınar da deyirəm, üzr istəyirəm. Çəkildi, bu da çəkildi. İndi buralar biraz təmizlənəcək. Hələ bura başlamamışıq. Bunları da niyə əkirəm uşaqlar? Gələcəkdə buranı tamamilə balaca damlar eləmək istəyirəm. Orada həm bir neçə cinsi artıq qəfəs sistemində saxlayacağam. Təmizqan cinslər istəyirəm. Həm də gələcəkdə planım buranı bütöv setkiyə alıb, yəni bu bağın ətrafını artıq ördəklərimiz gölə getməsinlər. Sadəcə özümüzün gölümüzdə, yəni suyunu qazdırdığımız göldə qalsınlar, ördəyimiz, qazımız deyə buranı elə planlaşdırmışam. Yəni ördək qaz tamamilə burada yaşayacaq və bir neçə cins istəyirəm ki, qəfəs sistemində düzəldib saxlamaq istəyirəm. Ördəklərimiz də göldən o tərəfə getdilər. Bura gedim orada sizə çəkim, onları göstərim. Haqqında məlumat verim. Ördəklərimizin sonu nə oldu? Yəni yumurtayan ördəyimiz var idi. Əlavə olaraq digərləri də deyirdim ki, artıq cütləşirlər, yəni yumurtlamağa hazırdılar. Onların sonu nə oldu deyə buradadılar. Onlar haqqında məlumat vermək istəyirəm. Üzrlü sayın, biraz yellənə bilər telefon. Demək dostlar, bir tanışımız, izləyicimizdən biri mənə WhatsApp-dan yazıb ki, qardaş, o ağ ördək, erkək ördəyin çox cırdı digərlərinə nisbətən. Elə sən digərini saxla, o onsuz ağ dişin var, ondan ağ balalar çıxacaq. O dişidən, yəni tək dişini ağ saxlamaqla, tək erkeği ağ saxlamaqla biraz olmaya bilir də. Yəni necə deyim, daha az sayda ola bilir. Bunun biraz cır olmağına baxmayın. Zaten izləyicilərim, daimi izləyicilərim bilir ki, mən bu ördəkləri alıb gətirəndə nə gün deyirlər. Çünki yem verilməmişdi bu ördəklərə. İndi amma özüm yedizdirirəm. Təbii ki, o artıq necə deyim, biraz yanıq kimi olmuşdu da. Balacalığından yaxşı baxılmamışdı. Belə olmuşdu. Amma indi inşallah ki, mən özüm baxıram da bunlara. Vəziyyəti yaxşı olacaq inşallah, bunun düzələcək.
heç nə olmayacaq buna. Deyəsən o biri ana ördəklərimiz dadımız gedib uşaqlar. Demək ki, o ördəyimiz orada ağlı qaralı ördək var, hansı ki göldən qoşulmuşdu ha. O artıq cütləşməyə başlayıb erkək ördəklə. O da yaxın zamanlarda yumurtaya düşəcəyini düşünürəm. Qaldı ki, gedim görüm ana ördəyimiz oradadır uşaqlar. Ana ördəyimiz orada olmalıdır. Ana ördəyimiz yumurtaya uşaqlar, onun haqqında da məlumat vermək istəyirəm sizlərə. Demişdim onun yumurtalarından it yedi, yadınızda xatırlayırsınızsa. Özü ördək səhər yumurtanın üstünə yatmışdı, it girib yeyibdi, yəni ördək də biraz hürkmüşdü. Təəssüflər olsun ki, o ördək yumurtadan kəsildi. Çox bilirsiniz ki, lal ördəklər biraz küçəyən olurlar. Yəni onların yumurtasını çox götürmək olmaz altından. Yəni necə deyim, məsələn onun yumurtasından bir dənəsini götürsün, o fərqinə varmayacaq, amma birdən-birə 6 dənə yumurtasının yox olmağı, 5 dənə yumurtasını götürülmək altından o artıq özü yumurtanın üstündən durğuzdu deyə artıq bildi ki, onun yumurtasına toxunuldu, əl dəyildi. Ona görə o ördəyimiz yumurtadan kəsildi. Çox təəssüflər olsun ki, amma düşünürəm yenidən yumurtayacaq. Zaten çox tez yumurtaya düşmüşdü. Yəni mən istəmədiyim qədər tez yumurtaya düşmüşdü. Bir dəqiqə uşaqlar, gedim ördəkləri tapım, sizlərə videonu başlayacağam. Hə, dostlar, tapdım ördəkləri. Bu ana ördəyimizdir, bu da Fərədir dostlar. Artıq baxın, göstərəcəm sizə. Burada özünə yer düzəldib ki, burada yumurtamağa. Təbii ki, burada yumurtamasını istəmirəm, çünki bura saxsağan filan girir, onun yumurtalarını götürəcək. Amma artıq bu da yumurtaya hazırlaşır. Baxın özünə necə yuva qurub. Bu nə deməkdir? Yəni ördəyiniz belə eləyirsə uşaqlar 15 gün içində, 10 gün içində, yəni da maksimum 20 gün olar, amma 20 gün çəkmir də. Ördəyiniz belə özünə yuva qurursa girib, o artıq yumurtamağa hazırdır. Bunları video çəkmək üçün buradan qovalayıb çıxartmışdım ora, digər ördəklərin yanına. Yenidən qayıdıblar bura. Bu ana ördəyimizdə yəqin ki, artıq oradan küsüb, o da özünə yer axtarır burada. Bayaqdan bunun yanında da dam var. Oradaydılar. O da özünə artıq başqa yer axtarır. Sanki orada yumurtlamaq istəmir də. O da təzədən çox çəkməyəcək uşaqlar. Bir həftəyə, 10 günə maksimum o da təzədən yumurtaya düşəcək ki, ən yaxşı dönəm odur. Yəni necə deyim, fevral ayının axırlarına doğru düşməyi çox yaxşıdır. Çünki bu halda biraz tez çıxacaqdı. Bir harca 15 gün, 20 gün tez çıxacaqdı balalar. Onu da mən istəmirəm. Çünki necə deyim, bəlkə də sizin 3 dənə, 5 dənə heyvanı olanlara belə şey gəlir ki, qoy tez çıxsın da. Amma biraz heyvan çoxu olanda uşaqlar hamısına istilik xərc eləmək, istilik xərci sərf eləmək, daha sonra hamısına soyuq aylarda çıxanda hamısına isti yerlər lazımdır, isti qutular lazımdır. Onun üçün çox insan belə türkcə desək uğraşmaq istəmir də, yəni bu qədər problemlə də. Ona görə biraz yaya doğru çıxmağa çox yaxşıdır. Çünki 1-2 gün ayaqlaşdırırsan qutuda ördəyin balasını, sonra buraxırsan heyətə, rahat şəkildə gəzir, heç bir problem da olmur. Ona görə havalar nə qədər qızsa, o qədər yaxşıdır. Bu ördəyimizdə artıq burada yuva qurub, inşallah ki, yaxın zamanda, yaxın günlərdə bu da yumurtaya düşəcək. Dediyim kimi, bu təmiz qan macar cinsimizdir. Bu da macar cinsi gedir. Hətta TikTokda da bir saxlayandan maraqlandım. O da macar cinsi saxlayırdı. Onun da ördəyin içində iminli belə bir ördək var idi. Yəni, başı ağ ördək vardı. O da dedi ki, çox normaldır. Yəni, bunlar zaten cinslərində ağ ördəyin cinsi olduğu üçün belə başının ağ olması filan bu normal hərəkətdir. Yəni bu sənin təmiz qan cins olmadığı mənasına gəlmir. Bu ördəyimizdə yəni macar cinsi gedir, amma macar cinsinin tam görünüşü bax bu ördək kimidir. Zaten təmiz qan macarlarımızdan var idi, erkəyimiz var idi. Bunun kimi də 2 dənə dişi var idi. Onlar da maza saxlayacaqdıq. Onlar itdi. Ona görə yerdə qalan budur. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Artıq sizlərə dediyim kimi videolar çəkməyə davam edəcəyəm. Yəni demirəm 2 gündə bir, amma 3 gündə falan bir 100% gələcək ki, artıq elə dönəmə giririk ki, yəni birazdan videolar istər-istəməz hətta 2 gündən bir də dediyim gün aşırıya da çıxacaq. Çünki ördək çıxır, hündüşka çıxır, qaz çıxır. Təsəvvür edin 5 dənə hündüşka saxlamışıq, 4 dənə ördək saxlamışıq. Necə deyim, cücə alacağıq inşallah, toyuqlarımız çıxacaq filan. Artıq istər-istəməz video sayı artacaq ki, o balalar çıxandan sonra onların sizə böyümə dönəmlərin mütləq şəkildə yem rasyonların hamısını nə verirəm, hamısını paylaşacağım sizlərlə. Ona görə heç narahat olmayın. Birazdan yaz dönəmində video sayılarımız pik qətdə çıxacaq. Yəni hətta 2 gündə bir də burax, gün aşırı da çıxa bilər video sayılarımız. Amma bu ördəyimiz artıq çox güman ki, yəni 1-2 gün içərisində yumurtayacaq. Çünki aktiv şəkildə yer axtarır bu ördək tam olaraq.
Belə dostlar, sağ olun, salamat qalın. Paylaşmağı unutmayın videolarımızı dostunuzla, tanışınızla bacardığınız qədər paylaşın inşallah.